Dəyərli tədbir iştirakçıları və əziz qonaqlarımız, hər birinizi salamlayıram. Bugün biz bura 8 noyabr Zəfər gününü qeyd etmək üçün toplaşmışıq. Gəlin ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edin. Allah bu şəhidlərimizə rəhmət etsin. Allah Çıxış üçün ilk sözü Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat müəllimə vermək istəyirəm. Təşəkkür edirəm. Əziz şəhid anaları, əziz şəhid ailə üzvləri, hörmətli müəllimlər, əziz tələbələr, hər birinizi mən bu möhtəşəm zəfərin astanasında, zəfərimizin 5 illiyinin astanasında görməkdə məmnunam. Mən bundan öncəki tədbirlərdə də çıxışımda qeyd elədim. Bu bizim üçün ən gözəl bayramdır. Bu şəhid analarının yetişdirdiyi övladların bizə, Azərbaycan xalqına verdiyi ən dəyərli təqvim, bizim il ərzində ən dəyərli təqvim, düşünürəm ki, 8 noyabr Zəfər günündən bağlı olan bir tarixi gündür. Bu zəfərin qazanılması üçün demək olar ki, ölkə rəhbərliyinin apardığı uğurlu, birbaşa Cənab Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət nəhayət 2020-ci ilin sentyabrın 27-sindən noyabr ayının 10-na qədər davam edən 44 günlük müharibə dövründə özünü göstərmiş oldu və biz son 200 ildə itirə-itirə getdiyimiz torpaqlarımızı, qürurumuzu, alnımıza sürülmüş o ləkəni nəhayət həmin gün bərpa eləmiş olduq, silmiş olduq alnımıza sürülmüş ləkəni və torpaqlarımızın ərazi bütövlüyünü bərpa eləmiş olduq. İndi dövlətimizin apardığı güclü siyasət nəticəsində bilirsiniz, artıq həmin torpaqlarda yenidən həyat qaynayır, quruculuq, abadlıq işləri həyata keçirilir, böyük qayıdış həyata keçirilir. Mən özüm də bu yaxınlarda səfər eləmişdim həmin ərazilərə. Həqiqətən də o dağlardan, o dərələrdən keçəndə şəhidlərimizi xatırlamamaq olmur. Və torpaq bizim üçün ona görə müqəddəsdir ki, orada şəhidlərimizin qanı var. Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən olur. Və bizim üçün o şəhidlərimizin göstərdiyi sücayət, qazilərimizin göstərdiyi sücayət, gəzən mən şəhid deyirəm onlara, bizim qazi qardaşlarımıza. Onlar da öz canlarının, sağlamlıqlarını vətən uğrunda fəda etmiş qardaşlarımızdır, əzizlərimizdir. Allah hər birisinə şəfa versin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə yaşadanlardır. Sözsüz ki, bu zəfərin qazanılması bir günün işi deyildir. Ötən əsrin sonlarında yox olmaq təhlükəsindən üz-üzə olan, o zamanki rəhbərliyin səriştəsizliyi ucbatından, səbatsızlığı ucbatından yox olmaq təhlükəsindən üz-üzə qalmış bir dövlət, xalqın tərk etdiyi tələbinlə ulu öndəri hakimiyyətə səslədi və bu dövlətimizin ondan sonra ulu öndərin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıtmasından sonra dövlətimizin, xalqımızın rifah yüksəlməsi, çiçəklənməsi prosesinə start verildi. Həm iqtisadi gücümüz bərpa olundu, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi, iqtisadiyyatdan gələn gəlirin
digər sahələrlə yanaşı ordu quruculuğu sahəsinə də yönəldilməsi və planlı, proqramlı işlərin həyata keçirilməsi nəhayət bu bizim zəfərimizi şərtləndirmiş oldu. Mən bir daha sözü çox uzatmadan bütün şəhid ailələrinin, şəhid analarının, şəhid atalarının, şəhid ailə üzvlərinin qarşısında baş əyirəm. Bu bayram onların bizə verdiyi, xalqımıza verdiyi demək olar ki, bir töhfədir. Onların yetişdirdiyi o qəhrəmanlar, onların yetişdirdiyi o igidlər, verdikləri tərbiyə ilə o torpaqlarımızın azadlığı uğrunda canlarını qorxmadan əsirgəməyən o igidlərin sayəsində qazanılmış bu zəfər daim siz gənclərin demək olar, təbliğ eləməli olduğu, həmişə öyrənməli olduğu bir tarixdir və bundan sonra da Azərbaycan xalqının hansısa formada düşmənlər tərəfindən, düşmən olmaq istəyənlər tərəfindən bir təhdid olarsa, biz bax bu anaların yetişdirdiyi o igidlərdən örnək alıb vətənimizi qorumalıyıq, analarımızı, bacılarımızı qorumalıyıq, bu amal istiqamətində çalışmalıyıq. Bu peşə təhsili müəssisəsidir, burada gənclərə, tələbələrə peşə öyrədilir. Ondan əlavə ən vacib məsələ, bax, hər dəfə qeyd edirəm mən. Vətəni, torpağı, dövləti qorumaq peşəsi bütün peşələrdən, hər bir peşədən üstündür və şərəflidir. Bu, ulu öndərimiz, ümumili liderimiz Heydər Əliyevin kəlamlarıdır və mən düşünürəm ki, çox yerində deyilmiş və həqiqətən də bizim həyatımızda tətbiq eləməli olduğumuz ifadədir, slogan. Və biz bunu öz həyatımızda slogana çevirməliyik. Bəli, yaxşı traktorist olmaq olar, yaxşı bərbər olmaq olar, yaxşı dərzi olmaq olar, amma vətəni sevmirsənsə, sən o vətənin hansısa vətəndaşına, soydaşına sevgi ilə yanaşmayacaqsansa, o zaman o peşə sənin üçün maraqlıdır. Bu, vətənpərvərliklə bağlı hansısa fayda toxundurmayacaqsan. Və düşünürəm ki, bu zaman-zaman parçalanmaya, ayrı seçkiliyə, fikir ayrılığına gətirib çıxarır. Ona görə də bizim müəllimlərimizin, pedaqoji heyətimizin qarşısında duran əsas çağırışlardan biri də peşə öyrətməklə yanaşı, həm də vətənpərvərliyin təbliğatından, vətənpərvərliyin aşılanmasından məşğul olmaq. Allah bir daha şəhidlərimizə rəhmət eləsin deyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Diqqətinizə görə təşəkkür edirəm. Bayramınız mübarək olsun.